Hər vaxtınız xeyir olsun, dəyərli bitki sevərlər. Bugünkü rubrikamızda qadın xoşbəxtçiliyi, spadfilium və kişi xoşbəxtçiliyi, antilium. Bunların oxşar və fərqli cəhətləri, müsbət və mənfi tərəfləri haqqında sizləri məlumatlandırmağa çalışacağam. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu bitkilər hər biri aroikimlər fəsiləsinə aid bir bitkilərdir. Bu bitkilər də tropik iqlim qurşağında yetişən bir bitkilərdir və təbiətdə tropik meşələrdə bir balaca bir kol fikirləşin, yəni o yaşıllıqda, o kölgəlikdə yetişən bir bitkilərdir. Ona görə də heç biri bizzat günəş işığını sevmir. İkisi də dolayı yolla günəş işığı sevən bitkilərdir və bizzat günəş işığı olduğu müddətdə hər ikisində yarpaqlarında üzlərlərində qaralmalar, qurumalar baş verəcəkdir. Sevən bir bitki olduqlarına görə də məlum məsələdir ki, xüsusən də yay fəslində həftədə 2-3 dəfə duş aldırmaq lazımdır bitkiyə. Bitkinin torpaq qismləri hər birində, ikisində də oxşar hissə buradadır ki, keçirici torpaq olmalıdır. Daha çox torf, perlit və kokobit qarışığı əkilimi tövsiyə olunur. Perlit olmasa belə ən azından palıd qabıqlarından istifadə olunmalıdır. Torpağın keçiriciliyi yaxşı olmalıdır və demək olar daimi olaraq nəm formada olmalıdır, amma islah olmamalıdır. Buna görə də bu şeydə oxşardır. İstilik, otaqda istilik, temperatur baxımından antiliuma daha çox diqqət yetirilməlidir. Spadfilium deməli 13-27 dərəcə arasında yaxşı inkişaf göstərir. Antilium isə 18-30 dərəcə arasında yaxşı inkişaf göstərir. Burada spadfiliumun daha çox potensialı daha üstündür. Düzdür, yayda biraz çətin olmasına baxmayaraq qışda evi tərk edib gedəndə yəni spadfiliumdan arxayın ola bilərsiniz bu baxımdan. Burada bir fərqləri vardır. Üzərlərində gül saxlaması. Antilium demək olar ki, ən çox üzərində gül saxlayan bitkilərdən biridir. Demək olar ki, il ərzində cəmi 6 həftə bitkimizdə çiçəksiz qala bilər. Qalan digər vaxtlar daimi olaraq üzərində gülü olacaqdır. Spadfiliumda isə belə deyil. Ona nisbətən hardasa 2 ay dinlənmə mövsümü keçirilə bilir. Qalan hər vaxt demək olar ki, üzərində bitkisi olur. Və bunlar hansı daha çox bol oksigen verir? Öz boyuna görə antilium heç də spadfiliumdan geri qalan bir bitki deyil. Öz boyuna, yəni onun boyu da spadfiliumla yanaşı qoysuq, demək olar ki, oksijeni eyni formada verəcəkdir. Amma sizin əgər evinizdə yeriniz genişdirsə, spadfilium yetişdirməyə yeriniz varsa, məlum məsələdir ki, boyutuna görə spadfilium oksijeni daha çox verəcəkdir. Bitkilərimizin daha bir sevmədiyi xüsuslardan biri belə böyük qablarda əkilməsidir. Bitkilərimiz maksimum az kiçik miqdarda dibçələrdə əkilməlidir. Sonra isə 2 ildən bir, yəni bitkimizin boyutuna asılı olaraq artıq dibçəni daha geniş edə bilərik. Bitkimiz hər biri qidaya həssasdır. Yəni gözəl görünüşdə olacaqdır, gözəl formada olacaqdır, amma ancaq su ilə bu bitkilər yetişməyəcəkdir. Bunlara xüsusi biz məsəl üçün fosforlu, kalium, kalsium qidalar veririk. Yumurtanın qabığıdır, bananın qabığıdır. Bunları daha öncəki videolarda biz demişik. Yenə də belə, yəni sırf təbii qidalar dediyimiz kimi yumurtanın qabığını verə bilərsiniz dibçəyə. Banan qabığını suda saxlayıb həmin suyu verə bilərsiniz və yaxud da ki, banan qabığının yerinə limon qabığını, limon özünü suya sıxıb həmin suyu bitkilərimizə verə bilərik. Və xüsusi tövsiyələrimizdən biri də bitkimizi suladığımız vaxt ən azından o suyu 1 gün, 2 gün saxlamaq lazımdır ki, sularımızda olan çöküntülər çöksün və bitkimizə o artıq bir ziyan yetirməsin. İkisi də oksijeni bol verən, gözəl, görkəmli bir bitkilərdir. Bu qadını xoşbəxtləyir, bu kişini xoşbəxtləyir, amma ikisi bir yerdə olanda bütün ailə üzvlərini xoşbəxtləyən bir bitkidir. Özünüzdən müğayət olun, sağ olun, salamat qalın.